Bugün bir qrup cəbhəçi ilə bir yerdə qardaş ölkə Qazaxıstana, Qazax xalqına dəstək olmaq üçün toplaşdıq. Bugün Qazax xalqı özünün ikinci, belə deyək ki, qanlı yanvarını yaşayır, özlərinin yanvar cəbhəsində baş verən qanlı yanvar hadisəsini yaşayır. Qazax xalqı öz hüquq və azadlıqlarının təmin olunması uğrunda sosial problemlərin həlli uğrunda ayağa qalxdı. Amma təəssüf ki, orada da diktatura rejim, orada sərt avtoritarizm öz xalqına qarşı dinc mübarizə aparan xalqa qarşı, yalın əllə mübarizə aparan dinc insanlara qarşı silah işlətdi və deməli, Rus ordusunu xalqın üzərinə, xalqı qırdırmaq üçün çağırdı və bir daha təsdiq olundu ki, Rus deməli, sülh məramlısı yoxdur, sülh məramlı adı altında Rusiya işğal faktoru var və biz buradan Qazax xalqına dəstək olması toplaşmışıq, həm də bütün dünyanın təkcə bu bir milli kimlik məsələsi deyil, millətçilik, türkçülük məsələsi deyil, insan haqlarına, hüquq və azadlıqlarına hörmət qoyan, ümumbəşəri dəyərləri deməli, özünə üstün tutan bütün xalq və dövlətləri Qazaxıstana dəstək olmağa çağırdıq, Qazax xalqına həmrəylik göstərməyə dəvət edirik. Putin von iz Qazaxstana! Azadlı! Svatın sortuna ar olsun. Diktatorlara ar olsun.